Salamlar. Bugün sizlərə 5-ci sinif Azərbaycan tarixindən Nizam Gəncəvi mövzusunun izahını təqdim edəcəyəm. Gəlin başlayaq mövzunun izahına. 12-ci yüzillikdə Azərbaycanda mədəniyyətin bütün sahələrində yüksəliş baş verdi. Nə zaman baş verir bu? 12-ci yüzillikdə. Deməli, nədir? Mədəniyyət sahəsində yüksəliş baş verir. Yəni intibah dövrü adlanır ki, bu dövr və yəni burada mədəniyyət, elm, müxtəlif sahələr sürətlə inkişaf edirdi. Bu dövrün ən böyük mədəniyyət xadimi dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Deməli, Nizami Gəncəvi nə zaman yaşayıb? İntibah dövrü, yəni mədəniyyətin sürətlə inkişaf etdiyi bir dövrdə yaşayıb. Deməli, 1141-1209-cu illərdə yaşamışdı. Gəncə şəhərində dünyaya göz açan şairin əsl adı İlyas olmuşdu. Demək, əsl adı nə idi? İlyas idi. Nizami onun təxəllüsü olmuşdu. Nizami onun təxəllüsü olub, sözləri nizama düzən deməkdir. Demək, əsl adı nə idi? İlyas idi Nizami Gəncəvinin. Nizami isə təxəllüsü idi. Mənası nə olub? Sözləri nizama düzən deməkdir. Demək, Nizami sözünün mənası nədir? Sözləri nizama düzən deməkdir. Valideynlərini erkən yaşlardan itirən Nizami dayısının himayəsində böyümüşdü. Demək, valideynlərini erkən yaşda itirmiş Nizami Gəncəvi və dayısının himayəsində yaşamışdı. Nizami Gəncəvi ilk təhsilini Gəncə mədrəsəsində almışdı. Harada almışdı? Gəncə mədrəsəsində. Mədrəsədə yəni bir növ məktəb, belə deyək. Məktəb idi o dövrdə. Yəni burada təhsil almış, müxtəlif elm sahələri üzrə mükəmməl biliklər yiyələnmişdi. Deməli, müxtəlif elm sahələri üzrə mükəmməl bilik yiyələnmişdi. Qədim Yunan tarixi və fəlsəfəsini, demək, qədim Yunan tarixi, fəlsəfəsi. Niyə? O dövrünə uyğun astronomiya, tibb, kimya, fizika, həndəsə elmlərinə aid məlumatlar dərindən öyrənmişdir. Dahi Nizami doğma Azərbaycan dilindən başqa fars, ərəb, Yunan dillərində yüksək səviyyədə bilir. Demək, Azərbaycan dilindən başqa hansı fars dili əsərlərində həmçinin fars dilində yazmışdı. Fars, ərəb və Yunan dillərini də yüksək səviyyədə bilirdi. Bu bütün ömrünü deməli Gəncədə keçirən Nizami yaşadığı dövrdə onun müdrik şeyx adlıya müraciət edirdi. Demək, necə müraciət edirlər? Müdrik şeyx deyə müraciət edirlər. Bu da müdrik şeyx də yəni eyni mənalı sözdür. Yəni şeyx də o dövrdə İslam dövründə olduğu üçün yəni bu yüksək belə müdrik adamlara, belə elmli adamlara yəni şeyx deyirdilər. Yəni bir növ belə deyək, savadlı, elmli, təhsilli, yüksək təhsilli adamlara şeyx deyə müraciət edirdilər. Deməli, növbəti hissənin izahına keçək. Şair Afaq adlı xanımla ailə qurmuşdu. Deməli, şair kimlə ailə qurub? Afaq adlı xanımla. Onun Məhəmməd adlı bir oğlu olmuşdu. Nizami öz ailəsindən sonsuz bir məhəbbətlə bağlı olmuşdur. Demək, Afaq adlı xanımla ailə qurmuş, onun Məhəmməd adlı oğlu olmuşdur. Oğlunun daha daima ata qayğısı ilə yanaşan şair ona daha faydalı bir peşə seçməyi məsləhət görmüşdü. Deməli, nə etmişdi? Oğlundan daha qayğı ilə yanaşmış, ona daha faydalı yəni bir peşə ilə məşğul olmağı, bir elm sahəsində məşğul olmağı məsləhət görmüşdü. Hər sənətin çox rütbəsi var, həyatda faydalı bir elm axtar. Yəni burada da qeyd edilir ki, daha faydalı bir sahə ilə məşğul ol. Daha çox belə deyək ki, Nizami Gəncəvi oğlunun şairliklə yox, daha çox istəyirdi ki, Nizami oğlu həkim olsun. Yəni belə deyək, şeir özünün məşğul olduğu şairliklə məşğul olmağını istəmirdi. O həkim belə deyək olmağını istəyirdi. Düzdür, burada həkim olmağı ilə bağlı məlumat qeyd edilməyib, amma yəni Nizami Gəncəvi oğlunun belə deyək, həkim olmasını istəyirdi. Ona görə onu bir növ şairlikdən, şeir sənətindən uzaqlaşdırmaq çalışırdı və o belə deyək, oğlunun haqqında, yəni oğluna yazdığı nəsihətnamələrdə də burada da 2 bəndə qeyd edilir. Orada bu məsələlərə nədir toxunulur. Oğlunun daha faydalı bir elm sahəsindən, bir elmlə məşğul olmağını istəyirdi ki, cəmiyyətə daha faydalı olsun. Həmçinin gələcək baxımdan da daha faydalı olsun. Ona görə burada da qeyd edilib ki, həyatda faydalı bir elmlə axtar. Deməli, Məhəmmədin şeirə və şairliyə həvəsi var idi. Nizami o
dövrdə şair olmağının çətinliklərindən, bu yolda uğur qazanmağın ağırlığından bəhs etmişdi. Deməli, Məhəmməd şeir və şairliyə həvəs olsa da, Nizami onun çətinliyindən, yəni şair olmağın çətinliklərindən, ağırlığından bəhs etmiş, onu bu yoldan çəkindirmək istəmişdi. Yəni oğlunu istəmirdi ki, şair olsun, o daha çox oğlunun nə idi, həkimliklə, həkim sahəsi ilə məşğul olmasını istəyirdi. Şeirdən ucalıq umma dünyada, çünki Nizami qurtardı. Çünki Nizami ilə qurtardı o da. Burada da qeyd edir ki, yəni şeirli, şairi, sənəti Nizami ilə qurtardı. Yəni şeirlikdə, şairlikdə nədir? Ucalıq, umma. Bunu bu sətirlərdə də qeyd edilmişdi. Xalq içərisində Şeyx Nizami kimi tanınan dahi şair Gəncə şəhərində əbədiyyata qovuşmuşdu. Demək, Nizami daim Gəncədə yaşayıb, Gəncədə doğulur və Gəncədə də deməli ölür, əbədiyyata qovuşur. Onun məqbərəsi şəhərin yaxınlığında Şeyx düzü, yəni Şıx düzü adlanan ərazidədir. Harada yerləşir onun məqbərəsi? Şeyx düzü, Şıx düzü adlı yerdə. Bunu bilmək maraqlı hissəsinə də baxaq. Abbaslı Abbasov özünün Gülüstan ilə əsərində Nizami məzar haqqında məlumat verərək yazırdı. Onun gözəl bəzədilmiş türbəsi indi Gəncə şəhərinin yaxınlığında yerləşir. O da Nizami Gəncəvəlinin, yəni məqbərəsinin, belə deyək, qəbrinin harada yerləşməsi haqqında məlumat da Abbasqulu Ağa Bakıxanov Gülüstan ilə məsəlində qeyd etmişdi. Daha sonra Nizami məqbərəsinin hündürlüyü 22 metrdən çoxdur. Deməli, nə qədərdir? 22 metrdən çoxdur. Məqbərənin hündürlüyü, en kəsiyi milli ornamentə uyğun olaraq 800 yüksəlidir. Şairin sərdabəsi abidənin daxilində, onun lap aşağı hissəsindədir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərlər tərənnüm edən Tunçdan abidə yerləşir. Məqbərənin yaxınlığında Nizami Gəncəvi muzeyi inşa edilmişdir. Demək, məqbərənin yaxınlığında nə var? Nizami Gəncəvi muzeyi inşa edilmişdir. Muzey turistlərə məqbərəni ziyarət etməyə, həm də şairin həyat və rəzalar haqqında geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulmuşdur. Muzeyin qarşısında nədir? Nizami Gəncəvinin büstü qoyulmuşdur. Burada bu məlumatda qeyd edilmişdir. Daha sonra keçək. Bilirsiniz, bilirsiniz yox. Növbəti hissə Nizami yaradıcılığı. Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində yaratdığı 5 poemadan ibarət Xəmsə 5-lik müəllifi kimi daxil olmuşdu. Yəni 5 dənə poeması ilə məşhurlaşmışdı. Belə deyək, dünya miqyasında tanınmışdı Nizami Gəncəvi bu xəmsələr sayəsində. O əsərlərində ayrı seçkiliyə yol vermir. Şairin qəhrəmanların içərisində türk, fars, ərəb, çin, hind, yunan və sair xalqların nümayəndələri ədalət, xalqın xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparır. Yəni bu əsərlərində hər hansı ayrı seçki etmir. Yəni bütün bir növ müxtəlif xalqların qəhrəmanlarına yer ayırır. Demək, türk, fars, ərəb, çin xalqlarının nümayəndələrinə, onlar ədalətli, yüksək məqsədlər uğrunda mübarizə aparırdı. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığında aparıcı mövzulardandır. Demək, Nizami Gəncəvi, yəni əsərlərində insan şəxsiyyətinə, insan əməyinə ehtiram yüksək səviyyədə əks olunmuşdur onun əsərlərində. Yəni o, belə deyək, sadə həyat yaşamışdı Nizami Gəncəvi. Yəni və belə deyək, ömrünün sonuna kimi də başqa yerlərdə yaşamayıb, yalnız Gəncədə yaşamışdı. Nizami təvəzzükar, əməksevər, yəni sadə insan idi, əməksevər idi, gözü tox, başqaları ilə mülayim rəftar edən insan, mülayim rəftar edən insani ləyaqət sahibi hesab edir. Yəni təvəzzükar, əməksevər insanları, gözü tox insanları ləyaqət sahibi kimi hesab edirdi. Yəni əsərlərində də yəni təvəzzükar insanlara bu cür, məsələn, əməksevər, gözü toxluğu bir növ məsələn nümayiş etdirildi, əsərlərində də qeyd edilirdi. Yəni bu cür insan ön plana çəkilirdi. Həmin demək sonra hamını belə olmağa səsləyirdi. Yəni təvəzzükar, əməksevər olsun, gözü tox, başqasında malında, mülkündə gözü olmasın, sadə olsun. Yəni bu cür insanları bu cür davranışa səsləyirdi. Onun şeirlərində haqsızlığa, ədalətsizliyə dərin nifrət, etiraz var idi. Demək, haqsızlığa,
ədalətsizliyə, yəni o dövrün ədalətsizliyinə, haqsızlığına qarşı nifrət var idi. Cəsarət, hünər, mərdliyi döyənlərə tərənnüm edən şair, mərd olmaq yaxşıdır dünyada hər an, mərdlik ilə çatar arzuya insan. Yəni mərd olmağı əsərlərində də qeyd edir, cəsarətli, hünərli olmağı, həmçinin o ədalətsizliyi, haqsızlığa qarşı da mübarizəni bir növ öz əsərlərində bir növ təbliğ edirdi. Əsərlərində bunu təbliğ edirdi. Nizami əsərləri Azərbaycan ədəbiyyatına yeni ideyalar və obrazlar gətirmişdi. İdeal qadın, əməkçi insan, ona sonsuz hörmət, məhəbbət, ədalətli insan, ədalətli şah, ədalətli cəmiyyət, təbiət və münasibət kimi öz əsərlərində demək ideyalar gətirmişdi, yəni obrazlar gətirmişdi. Nizami Gəncəvi həm də vətənpərvər idi, necə insan idi, vətənpərvər, vətəninə bağlı bir insan idi. Elə vətənpərvərliyi həmçinin onu da göstərir. Yəni başqa yerlərdə yaşamamışdı, ölənə qədər Gəncədə yaşamışdı. O təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyi, vətən keçmiş günlərinə tərənnüm etməyə çalışmışdı. Onun yaradıcılığında vətən məhəbbəti, doğma xalqı yolunda qəhrəmanlığı ön plana çəkilir. Demək, vətənpərvərlik, xalqını qorumaq, demək, sonra qəhrəmanlıq ön plana çəkilir. Nizami insanları israfçılıqdan, dünya nemətlərindən artıq istifadə etməkdən və bəd əməllərdən uzaq olmağa çağırırdı. Demək, nə edirdi? İnsanları israfçılıqdan, yəni çox israf etmə, dünya nemətlərindən artıq istifadə etməkdən və bəd əməllərdən uzaq olmağa çağırırdı. Nə edirdi? Bəd əməllərdən, pis niyyətdən, pis əməllərdən, yoldaşına qarşı və başqalarına qarşı pis əməllərdən uzaq olmağa çağırıldı. Sonra dünya nemətlərindən artıq istifadə etməməklə bağlı çağırışlar edirdi. Şair insanlara mənalı yaşamağı tövsiyə edirdi. Yəni necə yaşamağı, mənalı yaşamağı, böyük sənətkar, ədalətli, insanpərvərlik, təmiz məhəbbət, dostluğa, əməksevərliyə, doğruluğa tərənnüm etmiş, xeyrin qalib gələcəyini özlərinin inamını bildirmişdi. Yəni xeyrin şər üzərində qalib gələcəyini inamını bildirmişdi. Ədalətliliyə, insanpərvərliyə, xeyirxahlığı, məsələn, dostluğu, yəni bunu təlqin edildi əsərlərində. Daha şair Nizami təvəzzükar insan olduğu üçün sadə həyat tərzi keçirmişdi. O sarayda yaşamaqdan, saray şairi olmaqdan imtina etmişdi. Nə etmişdi? Sarayda yaşamaqdan, yəni sarayın tələblərinə uyğun yazıb pozmaqdan imtina etmişdi. Yəni sarayda o deməkdir ki, yəni hər hansı bir hökmdarı tərifləməkdir. Bu cür hərəkətlər edən insanlar sarayda yaşayırdı. Yəni belə sarayda daha üstün tutulurdu. Yəni bir növ o bundan imtina edirdi. Yəni kim haqsızsa ona qarşı haqsızlıq edirsə həmin hökmdar ona qarşı yazırdı. Yaxud da ədalətli hökmdar isə onu məsələn belə növ tərifləyirdi, belə deyək əsərlərində. Yəni o sarayda yaşamayıb, sadə həyat yaşamışdı. Saray şairi olmaqdan imtina etmiş, azad yaradıcılıqla üstünlük vermişdi. Yəni bu nə idi? Azad yaradıcılığa. Sarayda yaşayanlar daha çox azad yaradıcılıqdan daha çox sarayın, yəni hökmdarın istəklərinə uyğun yazırdılar bu cür insanlar. Bu da bundan imtina etmişdi. Nizamiyə görə kimsə başqalarına möhtac olmasa, azadlığın zövqünü Nizamiyə görə kimsə başqalarına möhtac olmasa, azadlığın zövqünü dada bilər. Yəni başqalarına möhtac olmasa. Daha sonra farsça yazan türk şairi deməli o əsərləri nə idi? Farsça yazırdı. O da dövrə görə, çünki fars dili daha üstün idi, belə deyək, yəni şeir dili idi daha çox, belə deyək, və ona görə də əsərlərini farsça yazırdı daha çox. Çünki dövrün tələblərinə uyğun olaraq fars dili daha belə poetik dili idi, yəni şeir dili idi və daha çox istifadə olunurdu. Nizaminin Azərbaycan olması onun əsərlərində aydın görünür. Böyük şair, alim, sənətkar yeri düşdükcə hansı xalqa mənsub olduğunu açıq şəkildə bildirir. O əsərlərini Azərbaycan və digər türk hökmdarlarının sifarişləri yazmış ya da onların adına yazıb göndərmişdi. Şair yaşadığı dövrdə fars dili saray ədəbiyyatının əsas dili hesab edilir. Yəni fars dili əsas dili olduğuna görə o da dövrün tələblərinə uyğun əsas dili hesab edildiyindən bu dildə yazırdı. Şərqin bir çox müsəlman alim və şairlər öz əsərlərini bu dildə yazırdı. Yəni alimlərin daha çox istifadə etdiyi bu dil fars dili idi.
və şairlərin. Həmçinin ona görə də Nizami əsərlərini farsça yazmağa məcbur olmuşdu. Nə etmişdi? Nizami də dövrün tələblərinə uyğun olaraq əsərlərini farsça yazmağa məcbur olmuşdu. Nizami əsərlərində qadın xüsusi hörmətlə yanaşır, qadına xüsusi hörmət edirdi. Aslan erkəyi dişisi olmaz deyirdi. Nə deyirdi? Aslanın erkəyi dişisi olmaz. Qadına əsərlərində böyük hörmət belə deyək, göstərirdi. Nizami məsələləri miniatür sənətinin inkişafına təkan vermişdi. Miniatürdə qədim kitabların incə demək naxışlar şəklində şəkillənməsidir. Nizami əsərlərində nədir? Miniatür sənətinə təkan verirdi. Yəni sənət inkişafına təkan vermişdi. Ölkəmizdə nizami yaradıcılığının öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülmüşdü. Ölkəmizdə nə edilmişdi? Nizami yaradıcılığı tanınması, yəni nizami yaradıcılığın araşdırılması üzrə xeyli işlər görülmüşdü. Şairin Gəncə, Bakı, Avropanın bir çox şəhərlərində heykəlləri ucaldılmışdı. Harda? Gəncə, Bakı və bir çox yerlərdə. Yəni Nizami də daha çox məşhurlaşdıran belə deyək, onun xəmsələri olmuşdu ki, dünya daha yəni dillər əzbəri olmuşdu ki, əsərlər, yəni beşlik xəmsələr nəticəsində dünyaca məşhurlaşmışdı. Hələ də bu gün də Nizaminin əsərləri belə deyək, istifadə edilir geniş şəkildə, yəni oxucu kütləsi də kifayət qədər var bu əsərlərə qarşı. Daha sonra bir sinif hissəsində Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun və Milli Azərbaycan Ədəbiyyat Muzeyi Nizami Gəncəvin adını daşıyır demək. Nə adını daşıyır mı yadımızda saxlayın. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyat Muzeyi Nizami Gəncəvin adını daşıyır. Böyük Britaniya Oksford Universitetində Nizami Gəncəvinin mərkəzi fəaliyyət göstərir. Demək, harada Nizami Gəncəvin mərkəzi fəaliyyət göstərir? Oksford Universiteti, Böyük Britaniya Oksford Universitetində Nizami Gəncəvin mərkəzi fəaliyyətə göstərir. Həm də Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyat Muzeyi Nizami Gəncəvin adını daşıyır. Bunu da yadımızda saxlamış olduq. Nizami Gəncəvinin yubileyini ölkəmizdə hər zaman təntənəli ilə keçirilmişdir. Onun anadan olmasının 880-ci illiyi münasibətilə 2021-ci ildə Azərbaycan Respublikasında Nizami Gəncəvili elan edilmişdir. Nə zaman Nizami Gəncəvili elan edilib? 2021-ci ildə. Bunu yadımızda saxlayırıq. Nizami Gəncəvili elan edilməsi nə zamandır? 2021-ci il 800 illik münasibəti ilə 2021-ci il Nizami Gəncəvili elan edilmişdir. Yadımızda saxlamış olduq. Deməli, dərsin izahı bu qədər oldu. Çox sağ olun.